Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə müraciət edib. Mişyaz xəbər verir ki, müraciətdə son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artımı müşahidə olunduğu qeyd olunur. Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır. Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşahidə olunur. Risk qrupuna daxil olan şəxslər, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər. Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əks epidemik tədbirlərin gücləndirilməsi məqsədi ilə qrip əleyhinə Sanofi Pasteur şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib. Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla yanaşı və ağırlaşmaların qarşısının alınmasında effektiv vasitə hesab olunur. Bununla yanaşı vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalarda istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünü müalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur. Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədi ilə Səhiyyə Nazirliyi vətəndaşların məsuliyyətli davranmağa, xüsusilə risk qrupuna daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir. İlahə Qəmbərli, Heydər Həsənli, Misya TV.